Azərbaycanda öz gələcəyiniz üçün, öz inkişafınız üçün bir şey edirsinizsə, bu üç şeyə hazır olmalısınız. 1. Tənqid, 2. Lağ və 3. Biz bilirdik yalanı. Əvvəlcə sən bir şey üçün çalışırsan, öz inkişafın üçün. İnsanlar danışır, səni lağa qoyurlar, tənqid edirlər. Bir şeydə uğursuz olduqda biz onu bilirdik, sən bacara bilməyəsən, uğursuz olasan. İşin qəribə tərəfi odur ki, siz uğur qazandıqda insanlar özünüz sizin uğurunuzun bir parçası halına gətirir. Mən onsuz sənə demişdim, mən sənə dəstək idim, mən sənə güvənirdim. Bir qərar verdi ola, həm elə deyirsən, həm belə deyirsən. Niyə insanların uğurunu təbrik etmirsən ki? Niyə özünü insanların uğurunun bir parçası halına gətirirsən? Sən narahatsan, sən psixoloji problemlərin var qaqa. Təbrik et də. Ancaq danışırsan, boş-boş danışırsan. Heç sən dediyin heç bir önəmi də yoxdur. Videonun əvvəlində dediyim kimi, əvvəlcə lağ edərlər, sonra tənqid edərlər, ən sonunda isə biz bilirdik olar. Hər zaman siz uğur qazandıqda özlərini sizin uğurunuzun bir parçası halına gətirəcəklər.